Ehtimal nəzəriyyəsi və riyazi statistika fənnindən deməli ilkin imtahana hazırlaşanlar üçün videoların izahına davam edirəm. Mən 300-ə qədər bundan qabaqki videoda izah eləmişdim. 300-dən 384-ə qədər əslində baxdım suallara. Onların içində yeni, yəni izah etmədiyim tipdə sual yoxdur. Onları mən əvvəlki videolarda kollokuma hazırlaşan zaman o mövzulara aid sualların hamısını demək olar ki, izah etmişəm. Əgər yeni sual varsa da belə yeni düstur yoxdur. Yəni o düsturla həll oluna bilən o tipdə misalların hamısından həll etmişəm. Bir daha baxa bilərsiniz. Yenə deyirəm, həll edə bilmədiyinizi şərh bölməsində yazın. Mən növbəti videonu izah edəndə o suallarınıza baxa bilərəm. 384-dən sonraki suallar isə riyazi statistika hissəsinə aid olan suallardır. Ona görə də bunların hamısını çalışacağım detallı izah edim. Bu sualdan birini bunun əvvəlkində izah eləmişdim. Bir də nümunə var idi. Burada isə ardıcıl bir neçə sual var. Baxın, bu sualdan bir neçə dənədir, ardıcıldır. Ona görə yenə də təkrar bir dəfə də olsa bu sualı yenə izah edirəm. Bu qaydaya yenə deyirəm, diqqətlə qulaq asın. Çünki statistika fənni keçəcək olanlar da bu qaydada sonra istifadə edəcəklər. Birinci biz nəyi almalıyıq burada? Biz birinci buradan variasiya genişliyi təyin etməliyik. Baxın, burada ən kiçik qiymət 4, ən böyük qiymət 24. Biz 5 xanaya bölməliyik. Yəni x-lərdən y-i eyni addımlı, bərabər addımlı keçidləri keçmək üçün birinci nə edirik? 24-dən 4-ü çıxırsınız, eləyir 20. Sonra biz bunu 5 qrupa bölünmək üçün aradakı fərqi tapırıq. 4 eləyir. Deməli, addımlarımız necə getməlidir? Birinci addımımız 4. 4-ün üstünə 4 gəlsək 8. İkincisi 8, 12. Sonra üçüncüsü 12, 16. 16, 20 və nəhayət 20, 24. Baxın, belə bölünməlidir. Birinciləri addımları daxil olan yazıram, amma o birisiləri isə daxil olmayan kimi yazıram. Ən axırıncını daxil edirəm. İndi baxaq, indi hələ ki bunu böldüm, dayandım. Deməli, addımlarım bunlardır və bunların əslində ədəd ortalarını da birinci tapım. 4, 8-in ortasına dayanan ədəddə, yəni belə deyək, ədəd ortada deyə bilərik, amma ortada dayanan ədəd. Toplayıb yarı bölsək, bu eləyəcək 6. Rəngini də dəyişirəm. Deməli, y-in birinci qiyməti 6 olmalıdır. 8, 12, 20, 20-nin ədəd ortası. 10, 12, 16, 28, 28-də deməli təbii ki 14 eləyər, burada 18 eləyər və nəhayət sonuncu da olar 22. Deməli, bu qırmızı ilə qeyd etdiyim y-lərin qiymətləridir. Hələ ki eyniləri saymamışam. Baxıram, görüm hansı cavabları bu zaman ata bilərəm. A bəndində 6, 10, 14, 18, 22 var və B bəndində var. Daha doğrusu A bəndində düzgün cavab yoxdur yazıb, B və C də var. Deməli, avtomatik olaraq D və Y cavablarını üzərində dayanmıram, onlara işləməyəcəm, çünki onlar səhvdir. İndi qayıdıram, baxım ki, B mi düzdür, yoxsa C mi düzdür? Sonraki addımda nə etməliydik? Yada salaq. Baxırıq, bax bu aralığa, bu aralıqda 4 ilə 8 arasında eynilərin qiymətlərini biz toplamalıyıq. 4 ilə 8 aralığına, 8 onda bir o aralığa düşmürdü ya, onda mən artıq bundan sonraki hissəni götürməyəcəm, çünki onlar böyükdür. Yalnız 2 və 5 düşür. 2 ilə də 5-i toplayanda elədi 7. Deməli, artıq o birisiləri tapmağın mənası qalmadı, çünki bu birisi cavabda 6 yazıbdır. Dəqiqlik olsun deyə, lap ikinci xananı da tapmaq istəyirsinizsə ki, ola bilər yazılı imtahan verirsiniz, yazılı imtahanda bu sual düşür və ya dediyim kimi statistika fənnində belə bir suala rastlaşmışsınızsa, tamamlamaq üçün yenə də həmən qayda ilə ikinci hissədə 8-12 aralığına düşənləri götürməliyik. Baxın, 8-12 aralığına düşən bu ikisidir. Düzdür, bu ikisi. Ona görə də 2 ilə 1-i toplayanda o da 3 edir. Yəni, bu qayda ilə tam tamamlaya bilərsiniz. Sonraki sual. Baxın, 385-də eyni şeydir. Addımlarla bölüb tapacaqsınız. O birisi də bu qayda ilədir və nəhayət bu da həmən qayda ilədir. Hətta bu da var. Baxaq. Aha, sonra ikinci tərtib mərkəzi empirik momenti tapını bundan izah etmişdim, amma yenə də bir dənə bu sualda həll eləyə bilərik. Edək. İkinci tərtib mərkəzi momenti bu əslində elə dispersiya idi. Biz statistik məsələlərdə, yəni bu tipli cədvəl veriləndə seçmənin dispersiyasını necə tapırdıq birinci xatırladaq. Əvvəlcə orta qiyməti tapıram.
Orta qiymət üçün nə edirik? Cəm x i'ləri n i'lərə vurub toplayandan sonra, necə ki, əvvəlki riyazi gözləməni tapırdıq, bütün n i'lərin cəminə yenə də bölməliyik. Yəni, birinci düstur budur. Bunlar bir-birinə vurulur, toplanır. Sonra alınan cəm bütün n i'lərin hamısının cəminə. N-nin cəmini adətən məsələnin şərtində əvvəldən verirlər, amma verməsələr biz özümüz bunu toplaya bilirik. 3, 2, 1, 2, 2, 10 eləyir. 10'a bölmək lazımdır. Və bu bütün vurub toplamadan aldığımız cavab bizdə eləməlidir. Qaralamaya baxım, 28 eləməlidir. 28 də 10'a böləndə 2,8. Bu oldu bizim orta qiymətimiz. Sonra ikinci mərhələdə nə etməliydik? Bu aldığımız qiyməti, yəni bunu düstur kimi yazım. Sonra, yəni bu ikinci tərtib mərkəzi moment deyilən düstur M2 bərabərdir. Sonra biz hər bir x i'nin qiymətindən orta qiyməti çıxırdıq. Kvadrata yüksəldəndən sonra n i'lərinə vururduq və yenə də bütün cəm n i'lərin hamısına bölürdük. Bir-bir, yəni bir-bir çıxırsınız. 2,8 çıx, 2,8 çıx, 2,8 çıxaq, 2,8. Sonra bunları kvadrata yüksəldirsiniz. Kvadrata yüksəldəndən sonra aldığınız ədədlər 3'ə vurdunuz, 2'yə, 1'ə, 2'yə, 2'yə vurub toplayandan sonra aldığınız cəm yekunda yenə də 10'a bölünür. Bütün bu vurma prosesində aldığınız ədəd 236 eləməlidir. 236'ını da 10'a böləndə 23,6. 23,6 eləməlidir. 10'a da böləndə 2,36. Belə. Sonraki suala baxaq. Burada ikinci tərtib şərti empirik moment soruşulur. Bunu hatırlayıram. Bir dənəsini deyəsən demişdim. Burada əlavə nə edirdik? Yada salım. Burada biz u i'ləri almalıydıq. Buraya yazıram. U i'lər də necə təyin olunur? U i'ləri təyin eləmək üçün x i'lərdən biz deməli çıxırdıq bu verilən c'ni. Sonra bölürdük h addımlarına. H addımlarda burada əslində görünür də 1'dir, 1'ə bərabərdir. Baxın, üstünə 1 gəlib, üstünə 1 gəlib, üstünə 1, üstünə 1 gəlib. Addım həmişə eyni olur. İndi bu u-i cədvəlini qurmaq üçün nə etməliyəm? 1,1'dən bu 3,1'i çıxmalıyam. 1'ə bölməliyəm, eləyir -2. 2,1'dən 3,1'i çıxıb 1'ə bölməliyəm, eləyir -1. Bura təbii ki 0 olacaq. Burada 1 olacaq, burada isə 2 olacaq. Ümumiyyətlə, yəni yadda saxlamaq olar ki, adətən bunlar bu ardıcıllıqla gedir, adətən. Sonra M2 ulduz, yəni ikinci tərtib şərti empirik moment düsturunu verək. Bunun üçün nə edirdik? Birinci tərtib olanda u i'lərin öz qiymətini, ikinci tərtib olanda isə u i'lərin kvadrata yüksəldəndən sonra n i'lərinə vurub və cəm n i'lərə bölürük. Bu hesablamalar vaxt aparır. Ona görə mən bu izahlarda sadəcə əsas qaydanı, düsturu da verib dayanıram, amma yəni nəticəni siz özünüz həmişə çalışın tamamlayasınız. Yəni -2'nin kvadratı 4, 4'ü 3'ə vurmaq. Sonra bu 12 eləyər. Üstə gələk. İkinci halda -1'in kvadratı -1, 2'yə vuranda 2, 0'da 0 eləyər. 1'in kvadratı 1, 2'yə vuranda 2, üstə gələk 2'nin kvadratı 4, 2'yə vuranda 8. Bu oldu bizim sürətimiz. Məxrəcdəki cəmdə n i'lərin cəmidir, o da 10 eləyir. Neçə aldıq? 24. 24 10'a böləndə 2,4. Sonra eyni adımlı variantların paylanması bu ən asan olanlardan idi. Demişdim yenə də, amma yenə də deyirəm. Orta qiymət tapanda bunları bir-birinə vurub toplayırsınız. Cəm x i'lər n i'lərə vurulur, toplanır və sonra da yekun cəm n i'lərə yenə də bölünür. Sonra ortanı tapın. Bundan 1, 2, 3, 4 dənə sual var. Artıq burada 4 dənə sual var. Birini deyirəm. Yerdə qalan 3 dənəsini eyni qayda ilə tamamlayarsınız. Deməli, əslində M1'in düsturu belə idi. Yəni, onun köməkliyi ilə alırıq. M1 ulduzun düsturu belə idi. Biz x-lardan çıxırdıq s-ni. Bölürdük h-a. Düzdür?
x-lardan s-ni çıxıb bölürdü yaşa. Onda burada bu x-dan söhbət gedir. Onda bu axtarılan seçmə ortasını mən tapmaq üçün s lap yazım indeksində. Ortanı tapmaq üçün nə etməliyəm? Mənə verilən m1 ulduzu h-a vurub üstünə nə gəlir? Hə də üstünə s gəlir. Üstünə s gəlməliyim. Bərabər. Bir-birinə vuraq. Bu ikisini bir-birinə vuraq. Sonra da bundan toplayaq. Çox asan pişik. 3 vur. 2. 0 onda 6. Üstə gələk 3 onda 1. Elədi 3 tam onda 7. Sonra baxın bu da təsəlli olunan bir şeydir. Bir-birinə vurduq. 3 onda 2. Üstünə 2 onda 6 gəldik. 5 onda 8. Bir-birinə vuraq. Yenə də bir-birinə vuraq. 3 onda 6 üstə gələk 2 onda 8. 6 onda 4. Və bu da axırıncısı. Ola bilər əvvəldə yenə var, amma hal-hazırda 4 dənəsi dalbadaldır. 3 onda 6 üstə gələk 3 onda 4. Dəqiq 7. Sonra digər sualda isə artıq bizdən seçmə dispersiyası soruşulur. M1 və M2 empirik paylanmaları verilir. Deməli, bu dispersiyanı tapmaq üçün nə etməliyik? Düsturumuz belə olacaq. Biz M2-dən, çox da ümumiyyətlə bu fəndə düstur, M2 ulduzdan M1 ulduzun kvadratını çıxmalıyıq. Özünü yox, kvadratını çıxmalıyıq. Kvadratını çıxandan sonra da biz bunu vurmalıyıq h-ın kvadratına. Yəni 2,2-dən 0,49-u çıxırıq. Sonra da 4-ə vururuq. Və belə. Nə qədər eləyər? Düz eləyəcək. Çıxanda 5,59 eləyir. 5,59 da 4-ə vuranda 22,136. 5,59 əslində mən 5,97-ni deyirəm. Bu birisini deyirəm. Qaralamaya baxıb deyirəm. Deməli, bu birisini dedim. Gəlin düzəliş eləyim, sonra da birisinə qayıdıram. Eyni düsturdur. 6,8-dən çıxırıq 1,1-in kvadratını. 1,21-i. Bu 5,59 eləyirdi. Onu da vuruq, h-ın kvadratı 4-dür. 5,59-u 4-ə vuranda eləyir 22,136. İndi bu birisinə qayıdım. Bunu hesablamamışdım. Hesablayayım. 2,2-dən çıxsam, əgər 0,49-u bu 1,71 eləyər. Yazıram burada. 1,71 vurulsun 4. Onu da 4-ə vuraq. Kalkulyatordan istifadə eləyək. Bərabərdir vuraq 4. 6,84. İkisini də yazdıq. O birisini yazmışdım, bunu yazmamışdım. Bunu da yazdım. Sizin üçün sonra asimetriya bunu deyəsən demişdim. Bundan bir dənə sual demişdim, amma düsturu xatırladım. 98, 99, 400. Sonra da eksi salardı. Yeni asimetriyadır, yeni asimetriyadır. Ona görə deyirəm, ikisini də deyirəm. Qeyd eləyək, həllərinə baxaq. 398-də deməli 5-dən deyirəm ki, 2,2. Olarsa empirik paylamanın asimetriyasını tapın. Nə edəcəyik? Baxaq. Deməli, AS bərabərdə yazırıq. Bu M3 ilə verilib. M3-ü bölürdük sigma S-in kubuna. Yəni, yuxarıda yazıram 5,22 bölünsün 2,2-nin kubuna. Tamamla yarısız təbii ki. Eyni ilə 399-da yazım. AS bərabərdir. 4,8-i böləcəksiniz 1,9-un kubuna. Mən sizə təklif edərdim ki, kalkulyator istifadə edəndə ehtiyatlı olun, diqqətli olun. Çünki siz 4,8 bölünsün 1,9, sonra yenə bölünsün 1,9, bölünsün 1,9 yazanda başqa cavab alacaqsınız. 4,8 bölünsün 1,9 vur 1,9 yazanda təbii ki, başqa cavab alacaqsınız. Ona görə də birinci bu kubu hesablayın. Yəni, bu məsələnin nəticəsini tamamlayın. Məxrəci tamamlayın. Sonra bölmə əməliyyatını yerinə yetirin ən yaxşısı. 1,9-un kubu hardasa 6,8 falan belə bir qiymət eləyir. 4,8-i saxlayın. Bu kubu tapın. Kub nəyə bərabər olur? Təxmin edirəm 6,8 falan belə olmalıdır. Ondan sonra bölmə məsələsini artıq
rahat yerinə yetirə bilərsiniz. Bilin ki, daha bu zaman artıq səhv almayacaqsınız. Sonra 400 də bundandır. M3'ü bölürsünüz sigmanın kubuna. Aha, 401 isə artıq XS-dir. Bunu həll edək. Bu zaman nə edirdik? Bundan əslində səhv etmirəmsə, bundan əvvəlki videonun ən axırıncı sualı bu idi. Səhv etmirəmsə 300 nömrəli sual bu olmalıydı. Xatırladım yenə də. Deməli, XS bərabər idi. Biz burada M4'ü bölürdük sigma üstü 4'ə. Və bundan da neçə çıxırdıq? 3 çıxırdıq. Bax, bunu yadımıza salaq. Bunlar 4 olmalıydı çox güman ki. Bu da 4 olmalıydı. 81 tam onda 2-ni bölməliyəm 2 tam onda 2-nin 4-cü qüvvətinə. Ona görə yenə deyirəm, hesablamanın dəqiqliyi üçün 2 onda 2-ni 4 dəfə öz-özünə vurun. 2 onda 2, 2 onda 2, 2 onda 2 bu qayda ilə. Cavabı tapandan sonra bölmə prosesini yerinə yetirin. Bu hardasa 23 tam onda 4 belə bir ədəd eləməlidir. Bu bölməni eləyəndən sonra da 3 çıxacaqsınız. 3 çıxanda da cavabınız eləyəcək 0,10 466. Bu dəqiq alacaqsınız, siz də yoxlaya bilərsiniz. 402-ni də deyirəm lap. Yəni XS bərabərdir. 80 tam onda 4'ü bölürsünüz. Yenə eyni şeydir. Bu da 2 tam onda 2'dir. Bayaq 2 bu da 2 onda 2'dir. Bölürük burada yenə də 2 onda 2 üstü 4'ə. 23 tam onda 4 demişdim bayaqları. Və bundan çıxacaqsınız 3'ü. Və cavabımız da bizim təbii ki eləyəcək 0 tam %43. Əslində arı da var, amma bu iki rəqəmi yazmağımız bəs eləyir. 2 falan belə davam eləyir. Sonra 403'də nə var? 403'də yenə XS-dir, eynidir. Bu da XS-dir, eynidir. Bu isə asimetriyada kubuna bölürdük. XS-də 4-cü qüvvətinə də, yəni bunu da yadda saxlayaq. Sonra asimetriyada yenə, yenə bu sual. Bununla bayaq yazmışdım. Bir dənə də xatırladım. Dispersiya. Və bundan bayaq biz elədik sual. 7, 8, 9 və 3 dənə sual var. Hatırladım, təzəlikcə dedim. Dispersiya nəyə bərabər idi? M2'dən çıxırdınız M1 ulduzun kvadratını, sonra da vururdunuz H-ın kvadratına. Belə idi qaydamız. 4 onda 1'dən çıxırsınız 0 tam %9. Neçə eləyir bu? Bunu 10 yazım. 10. 4 tam %1 vurulsun. H-ın da kvadratı 9 eləyir də 9. 4'ü 9'a vuranda 36. 408 də belədir. 409 da bundandır. Sonra 410. 410'dan da demişəm əslində. Bir dənə də xatırlatma verək. Deməli biz burada nə almışdıq? Dedik ki, əvvəl inirdik. Vururduq, sonra toplayırdıq. Belə bir şey olmalıdır. Bunları vururduq, sonra bundan toplayırdıq. Çünki düsturumuz elə alınmışdı da. X bərabər olmuşdu. M1 vuraq H üstə gələksə. Çünki əslində X minus C bölü H M belə təyin edirdik. Qayda belə idi. Ona görə də 2'yə vursam bu 1 tam onda 7 eləyər. Üstünə də 4 onda 1 gəlsəm elə 5 tam onda 8 eləyər. Ardıcıl olması da görürsünüz, yəni bu suallardan var. Sonra eyni adlı variantların paylanması verilmişdir. İkinci tərtib sadə empirik momenti tapaq. İkinci tərtib deyirsə tapaq. Deməli düsturu verək əslində. Qaydamız necə getməlidir? Yəni bu axtarılanı, yəni sadə empirik moment tapmaq üçün biz nə etməliyik? Hər bir x-inin qiymətindən bu c-ni çıxırıq. Kvadrata yüksəldəndən sonra n-yə vururuq və bütün hamısını cəmləyirik. Sonra da bölürük cəm n-lərin hamısına. Yəni 10'dan 14 çıxırsınız, 12'dən 14 çıxırsınız, 14'dən 14, 16'dan 14 və 18'dən 14. Çıxdığımızı kvadrata yüksəlirik. 4 alırıq burada. -2, 0, 2, 4. Bunların kvadratlarını, 4'ün kvadratını 2'yə vurdum. 16 vur 2,
32 üstə gələk. Mənfi 2-nin kvadratı 4, 1-ə vuranda 4. O birisi 0 eləyir. 2-nin kvadratı 4, 2-yə vurduq 8. 4-ün kvadratı 16, 2-yə vurduq 32. Bax, belə bir şey. İndi bu bizdə neçə eləyəcək? Baxaq görək, bu bizdə neçə eləyəcək? 32, 4, 36, o da 40, 76. 76 enliklərin hamısının cəmi 10 eləyir adətən. Burada da elə 10-dur. 7 tam 10-da 6. Bu qədər. Yəni, ümumiyyətlə qeyd edirəm, bu statistika hissəsində düstur çoxdur. Baxın, görün, mən bayaqdan haradasa 384-dən sonra başlamışdım da. Yəni, haradasa 30-35 dənə misal izah eləmişəmsə, bəlkə bir 20-yə yaxın fərqli düstur vermişəm. Bu hissəyə, ümumiyyətlə, bu indi izah etdiyim videoya baxın, diqqətlə. Mən bir misal dedimsə, siz ona aid olan hamısını həll eləyin. Yəni, heç bir şey saxlamayın. Çünki bu fən, məsələn, elə fənlərdəndir ki, yəni, çox böyük təsir edir. Yəni, bir dənə səhviniz, 2 dənə səhviniz sizin A və B almaqlarınıza da təsir edir. Ona görə diqqətli olun, tələsməyin. Yazanda kifayət qədər vaxtınız var imtahanda, hazırlaşmağa da vaxtınız var. Sonra, baxın, hazır düsturu verib görürsünüz. Bu cədvəldən istifadə edərək emin tapın da. Verib də, yəni bu deyir də bunu ki, bu qayda ilə tap. Yəni, o i'ləri kvadrata yüksəldəndən sonra enliklərə vurursunuz. Sonra da bölürsünüz. N nə deməkdir? Siz düşünəcəksiniz ki, N yoxdur burada. Amma N, həmişə demişəm, N bütün enliklərin hamısının cəmidir. Bəzən N-i əvvəldə verir və bunları hamısını hesablayır. Əvvəldən deyir ki, N bərabərdir. Məsələn, neçə olduğu halda məsələni həll edin. Burada neçə eləyir? 70, 25, 100 eləyir də 100. N 100'dür. Baxın, indi o i'ləri kvadrata yüksəldəndən sonra 25 vur 5, 125, 9 vur 20, 180, bu 0 eləyəcək. 9 vur 15, neçə eləyir 9 15'ə vuranda? 9 vur 15, 90, 135, sonra düzdür də, 25, bu da 250. Topladıq, maraqlıdır. 600 neçəsə eləməlidir ki? 690 eləməlidir yəqin ki. 125 ilə 135 elədiyi 260. 260 ilə 250 elədiyi 500, 410, yox 510. 510. 510-dan da 180 eləyir 690. Hər şey əla, hər şey düzdür. 100-ə də böləndə altdan 10-da 9. Buyurun, bu da cavab. Verdiyi düstur da, yəni özümüz artıq burada sağ olsun işini əzbərləmək məcburiyyətində qalmadıq. Seçmənin ortasını demişəm, bundan misal demişəm. X-lər n-lərə vurulur, toplanır və cəm n-yə bölünür. Baxın, burada dediyim məsələ, n-in 100 olduğu burada verilib. N bərabər 8 olanda orta qiyməti tapın. Eyni şey x-lər n-lərə vurulur, toplanır, sonra da cəm n-yə bölür. Dispersiyanın tapılmasından demişik, düsturu verim, tamamlayarsınız. X-in orta qiymətini tapacaqsınız. X-lərin hər birisindən bu orta qiyməti çıxıb kvadrata yüksəldəndən sonra n-lərə vurub cəmləyirsiniz, sonra da cəm n-lərə bölürsünüz. Eləmişəm, bundan neçə dənə sual artıq mən eləmişəm. Seçmə dispersiyası, hər bir şey eyni şeydir. Səhv etməsi, bundan bir dənə misal var idi, yadımdadır, bunun birini demişdim. Amma hər ehtimala qoyun bir dəfə də təkrar deyim bunu. Demişəm, bundan 100% bir dənə misal demişəm. Toplayıb birinci orta qiymət tapaq, əsas məsələ. 21, 33, hətta yadımda da toplayanda 60 yazırdım, səhv yazırdım, sonra düzəltdim. Toplayıb 3'ə bölürük. Neçə eləyir? Topladıq, böldük 3'ə. Bu bizə 33, 36, 69, 90. 90'ı da 3'ə böləndə 30. İndi nə edəcəyik? İndi hər bir qiymətdən, bu 21-dən 30'u çıxıb kvadrata yüksəldirəm. 33'dən 30'u çıxıb kvadrata yüksəldirik və nəhayət 36'dan 30'u çıxıb kvadrata yüksəldirik. Və yenə də bölürük cəmə. Cəmdəki 3 dənədən olsa, yəni 3'ə bölürük birbaşa. 21, 9. 9'un kvadratı 81. Mənfi 9'un da yəni. 3'ün kvadratı 9. Bu da 6 elədi. 6'ın da kvadratı 36. Bərabərdir. Bu bizə verir haradasa 126. Və onu da 3'ə bölsək dəqiqliklə alırıq
42. Belə. Burada ola bilər, hardasa belə bir məsələ rastımıza çıxar. Hərəsindən əgər say versəydi, məsələn 21-dən 2 dənə, 33-dən 3 dənə, 36-dan 5 dənə say versəydi, bu çıxdığımız fərqi sonra o saya vurardıq. Amma burada elə bir say yoxdur. Ona görə mən burada heç nə vurmadım. Kvadrata yüksəltdiyimi sadəcə birbaşa topladım. Sx bunun tapılmasını Fisher və ya Kocher kriteriyasına aid olan məsələlərdə əslində demişdim. Birinci videoda demişdim. Yekun imtahana hazırlaşmaq üçün olan təzəlicə çəkilmiş videolarda. Xatırladaq, sx kvadrat nəyə bərabər idi? ds-i n-ə vururduq, n-1-ə bölürdük. Və burada bizim vurduğumuz n 100-dür. 100-ə vursam bu gedər, vergül gedər. n-1-ə böləndə, yəni 99-a bölürəm də əslində. Bu da bizə 170 tam %58-i verəcək. İndi r da var, amma 58 ilə kifayətlənə bilirik. X ulduzu tapın. X-i tapın, şərti variantları seçərək orta qiyməti tapın. Düsturumuz hansıydı? Düsturumuzda baxın neyinirdik? Biz əvvəlki məsələlərdə həll edəndə biz bunu demişdik əslində. Necə idi düsturumuz? Baxın belə bir şey eləyirdi. X çıxılsın S bərabər olurdu. M1 bölünsün. Aşağı. Düzdür, belə bir şey var idi. N-ə. Yəni bununla da xatırlaya bilərsiniz, amma düstur olaraq, yəni bir məna olaraq yadda saxlaya bilərsiniz. Çıxma deyil, səhvdir. Sonra burada səhv nədir? Burada n verib. N-ə görə səhvdir. Amma biz k saydasını toplayırıq. Onu da hardan bilirik? Onu da buradan bilirik. Baxın, bu x-in sonluğuna fikir verin. Xahiş edirəm. Bax, k. Görürsünüz, k dənə, nk dənədir. Ona görə də i bərabərdir 1-dən k-yə qədər. I bərabər 1-dən k-yə qədər. N-ə qədər yox. X n dənə verilməyib ki sizə. X 1-dən x-ə qədər verilməyib ki, ya n 1-dən n-ə qədər verilməyib ki, bu indeks neçə dənədir? K dənədir. Ona görə onu düsturu diqqətli olun, səhv eləməyəsiniz. Sonra bundan bir neçə sual var bu qayda ilə. Amma nə edirdik? Təbii ki, yenə də ds-i n-ə vurub n-1-ə bölürdük. 21-i 8-ə vururuq. Nəyə bölürük? 7-yə bölürük. Yox, 20-yə bölürük. 20-yə. N 21-dir də. 21-ə vurub 20-yə bölürük. Belə. İxtisar aparsaq 4 dəfə. 4 də 21-ə vuranda 84. 8-dim, onda 4. Yerini dəyişməyən dispersiya qiymətləndirmə bilirik. Bundan eləmişəm. Bundan indi elədim. Bundan yazdım. 3 dənə dispersiya olan haldan yazdım. 25-də 61-ə vurub 60-a böləcəksiniz. Seçmə aparılırsa başlığının yerini dəyişməyən qiymətləndirilməsi 24, 27, bundan da dedim 16-nı 41-ə vurub 40-a böləcəksiniz bir dənə əski ilə. Yerini dəyişməyən qiymətləndirilməsi bundan dedik. Bunlar hamısını orta qiymət tapmışdınız. Çıxıb kvadrata yüksəldəndən sonra toplayırdıq. 30, 31, 32, bunlara aid dedim hamısına. 33, 34. Baxım görüm demədiyim sual varmı, yoxsa yox mu? Var demişəm. Dispersiyanın tapılması, orta qiymət. Bunların hamısını qəşəng səliqə ilə tamamlaya bilərsiniz. Hansını almasa, hansının həllində çaşqınlıq yaransa, təkrar izah edərəm. Yadda qalan da əslində 41-ə vurub 40-a bölürsünüz, 4-lər ixtisar gedir. 71-ə vurub 70-ə böləndə 7-lər ixtisar gedir, ona görə 71-in özü qalır. 61-ə vurub 60-a böləndə 6-lar ixtisar gedir, 6 onda 1-in özü qalır. Bunu yadda qalandır bax. 31 görürsünüzsə 3 onda 1, 61 görürsünüzsə 6 onda 1, 71 görürsünüzsə 7 onda 1. Görürsünüz, bunları heç həll etməsəniz də olar, əslində yadda qalandır. Sonra seçmə paylanması dispersiyanı hesablamaq üçün sadələşdirilmiş düstur. M2 çıx M1-in kvadratı da tipa belə bir şey. Ona görə burada x2 kvadratı çıxılsın. X-in kvadratı.
bu alınır. Bu da düsturunuzdur. Dispersiyasını tapın. Yenə də baxın, mən burada dönə-dönə deyirəm. Burada diqqətli olun, bu sonluqda görürsünüz. K dənədir burada, K. XK qədərdir. XK qədərdirsə, ona görə K düzgündür. N olanları atın getsin. N olanlar düzgün deyil. Görürsünüz, bunlar səhvdir. Bir dənə onsuz da K var. Avtomatik yadda saxlamaq olur. Sonluqla yadda saxlayın. Burada da K-dır. Amma burada səhv nədədir? Burada enilərə vurmayıb. Enilərə axı vurmaq lazımdır düsturda. Eninə vurmayıb. Seçmənin dispersiyasından dedim, orta qiymət. K dəfə artırda dispersiya neçə dəfə artar? Dispersiya kvadratı ilə mütənasibdir. Kvadratı qədər artacaq. Seçmənin orta qiymətinə aid olan misallar. X-lər, X-lər enilərə vurulur və enilərin cəminə bölünür. Yenə də baxın, dönə-dönə deyirəm, diqqətli olmanız NK-dır, K saydadır. N dənə deyil, səhvdir. K saydadır, amma X-yə vurmayıb, ona görə səhvdir. Burada N-yə vurmayıb, ona görə səhvdir. Axırıncısı da X-i N-yə vurulur və K qədərdir. Bu K-nın üzərində dayanıram yeni də diqqətli olun ki, o qədərdir. Dispersiyanın tapılması. Seçmə, dispersiya. Artıq burada N'dir. Bunun sonluğunda N görürsünüz. Burada sonda N'də nə olduğuna görə 1-dən N'ə qədər. Ona görə K'lar səhvdir burada. K'lar düz deyil. N dənəsi. Və N ilə hər birisi 1-1 olduğuna görə vurulsun N'i yazmaq elə də əhəmiyyət kəsb eləmir. Çünki 1-ə vurursa. O deməkdir ki, elə adi bildiyiniz qayda ilə də 4 tane tapanda nə edirdi? Hamısını toplayıb saya bölürüz. Burada N'yə vurmağa artıq ehtiyac yoxdur. Çünki N'lər 1-dir. 1 olanda yazmağın mənası yoxdur. 57, 58. 31'ə vurdunuz, 30'a böldünüz. 51'ə vurdunuz, 50'yə böldünüz. 5 onda 1 qaldı. Variant və tezlik. Orta qiymətini tapandan sonra işlə orta qiyməti 10'a vurursunuz. Yəqin ki, orta qiymət 3 onda 9 eləyir ki, 10'a vurursunuz. Sadə dispersiyası seçmə. Baxın. Demədiyim bir sual qalmayıb. Bu xassələrdir. Yerini dəyişməyən, effektiv və mötəbər olmaqla bölünür. Çebyüşev bərabərsizliyindən istifadə edərək 1000 sığorta müqaviləsində ödəmə bitirən sayının bu müqavilənin orta sayının meylinin 200-dən çox olmaması ehtimalını tapın. Deməli, Çebyüşev bərabərsizliyini bir dənə xatırladaq necə idi. Bundan sonrakılar Çebyüşev bərabərsizliyi iləndir. Gəlin bunu saxlayım. Mən o bir videoya keçəndə Çebyüşev bərabərsizliyini artıq sizlə təkrar eləyərəm. Harca 10-cu mühazirə falan belə olmalıdır. Burada dayanıram. 465-də dayanıram.